Salam. Bugün sizin göndərdiyiniz mənbələr əsasında həqiqətən çox ağır, amma danışılması vacib bir mövzuya toxunuruq. Holodomor, yəni Ukraynanın aclıqla bir növ susturulması. Sənədlər göstərir ki, bu 1932-30-cu illərdə olub, Stalinin rəhbərliyi altında. Sovet İttifaqı Ukraynada məqsədli şəkildə bir aclıq yaradıb. Milyonlarla insan ölüb. Bəzi mənbələr var, onlar hətta bunu tarixin ən yaxşı planlanmış qətliamlarından biri kimi təsvir edir. Gəlin baxaq, bu materiallardan əsas nələri çıxara bilərik? Bəli, salam. Həqiqətən ağır mövzudur. Başlamaq üçün gərək məncə Ukraynanın o vaxt Sovetlər üçün nə demək olduğunu anlayaq. Sizin də dediyiniz kimi, mənbələrdə vurğulanır ki, Ukrayna təkcə, belə deyək, imperiyanın çörək səbəti deyildi axı. Orada güclü bir milli kimlik vardı, müstəqillik arzusu, yəni bir müqavimət ocağı idi. Və məhz bu milli ruh deyəsən Stalində ciddi bir qorxu yaradırdı. Tam nəzarət istəyi və bu millətçilik təhlükəsi qorxusu. Baxın, mənbələr çox aydın göstərir ki, bu siyasətin əsasında bunlar dururdu. Bu quraqlıq təbii fəlakət deyildi, yox. Tamamilə suni yaradılmış bir faciə idi. Əsas alətlər də bəllidir. Kollektivləşməyə, yəni kəndlilərin torpaqları əllərindən alındı, kolxozlara verildi və kulaq damğası vurulanlar. Əslində çox vaxt sadəcə zəhmətkeş, biraz daha yaxşı yaşayan kəndlilər idi bunlar. Onların kütləvi repressiyası. Bu təkcə iqtisadiyyat deyildi, bu insanların həyatını alt-üst edən bir şeydi. Və işlər bundan sonra deyəsən daha da dəhşətli bir formaya keçir. Materiallarda təsvir olunan mənzərə, adamın tükləri biz-biz olur, aclıq necə yaradıldı. Baxın, dövlətə taxıl vermək üçün ağla sığmaz qeyri-real planlar qoyulub. Kəndlilərin əlində nəinki artıq məhsul, heç toxumluq taxıl belə saxlanmayıb, hər şey demək olar ki, hər şey müsadirə edilib, hətta evlərdə axtarışlar aparılıb, son yemək qırıntılarına qədər alınıb əllərindən. Amma ən dəhşətlisi məncə odur ki, insanların canlarını qurtarmaq üçün başqa yerlərə getməsinin qarşısı alınıb. Bu necə ola bilər? Ukrayna sərhədləri, hətta kəndlər arası yollar bağlanıb, xüsusi nəzarət zonaları yaradılıb, qaçmağa cəhd edənlər güllələnib. Bəli, bu inanılmazdır. Dövlətin öz vətəndaşına qarşı bu cür davranması. Nəticələr isə, rəqəmlər fərqlidir, düzdür. Amma sizin mənbələrdə göstərir 4 milyondan 7 milyona qədər, bəziləri hətta 10 milyon deyir. Bu, rəqəmlərin arxasında dayanan faciələri təsəvvür etmək belə çox çətindir. İnsan taleyləri və materiallarda o dəhşətli faktlar da var, hə? Aclıqdan insanların öz övladlarını satması, hətta kanibalizm hallarının olması dəhşətdir. Doğrudan da dəhşətdir. Amma burada bir başqa məqam da var, mənbələrdə qeyd olunan beynəlxalq reaksiya. Daha doğrusu, reaksiyasızlıq. Qərb dünyası necə reaksiya verib? Mənbələr deyir ki, əsasən susublar, göz yumublar. Elədir. Və bəzi qərb jurnalistləri də olub ki, onlar ya Sovet təbliğatının təsirinə düşüblər, manipulyasiya qurayıblar, ya aclığın miqyasını çox kiçildiblər, ya da ümumiyyətlə yoxdur belə bir şey deyiblər. Adlar da çəkilir mənbələrdə, məsələn, Walter Duranty kimi. Faktları təhrif edənlər olub və bu hadisənin 10 illər boyu gizlədilməsi, üstünün örtülməsi, yalnız Sovet İttifaqı dağılandan sonra daha geniş araşdırılması, tanınması, bu özü çox önəmli bir məqamdır. Göstərir ki, təbliğat nə qədər güclü ola bilir və tarixi həqiqətlər necə uzun müddət bastırıla bilər. Və təbii ki, mənbələr Holodomorun mirasına da toxunur. Bugünkü Ukrayna kimliyi, Rusiya ilə münasibətlər, xalqın yaddaşı, dərin izlər buraxıb. Bütün bunları oxuyandan, müzakirə edəndən sonra əsas nəticə nədir? Məncə, ən vacib məqam budur ki, Holodomor sadəcə kütləvi aclıq faciəsi deyildi, bu adi bir aclıq deyildi. Bu, bir xalqın iradəsini qırmaq, milli kimliyini yox etmək üçün dövlət səviyyəsində düşünülmüş, siyasi məqsədli bir kütləvi qırğın idi. Totalitar rejimlərin nə qədər qəddar, nə qədər dağıdıcı ola biləcəyini göstərir, insan həyatını necə heçə saya biləcəyini, dəhşətli bir sübutudur. Və bu, onu göstərir ki, tarixi unutmamaq, həqiqətləri xatırlamaq, danışmaq çox vacibdir. Tamamilə doğrudur. Və bu, bizi son bir düşüncəyə gətirir məncə. Mənbələr Holodomorun təkcə baş verməsindən danışmır axı. Həm də onun necə gizlədilməsindən,
illərlə necə danışılmamasından, susturulmasından və yalnız çox-çox sonra üzə çıxarılmasından bəhs edir. Bu, ümumiliklə tarix anlayışı haqqında vacib bir sual yaradır. Tarix nədir? Təkcə keçmişdə olanlar deyil ki, həm də onların necə xatırlanmasıdır, necə nəql edilməsidir. Hansı məqsədlə işıqlandırılır ya da əksinə, qəsdən kölgədə saxlanılır. Bu mənbələrlə tanış olduqdan sonra, bu dəhşətli hadisənin mirası, onun bugünə olan təsiri, fərqli xatırlanma formaları barədə sizdə hansı fikirlər oyanır? Bu həqiqətən üzərində düşünməyə dəyər bir məsələdir.